Salam hörmətli izləyicilərimiz. Saray qəsəbəsində çox gözəl bir dənə həyət evimiz satışa çıxıb. Gülü, çiçeği, 5 sot torpağın içində düşmə bir dənə variant hörmətli izləyicilərimiz. 5 sot torpağın içində yerləşir. Ümumi evimizin ərazisi ilə bir yerdə düz küçəsinə qədər asfaltlı hörmətli izləyicilərimiz. Evin dörd bir tərəfinə dolaşmaq olur. Burada evimizin böyük bir dənə geniş açıq sahəsi yerləşir. Hörmətli izləyicilərimiz, keçək bax, evin yan tərəfləri hamısı bax tametlənib. Göstərim sizə. Bu tərəfdən də tamet var. Evin arxasına da keçməyə imkan yaradılıb. Evimizin bax pəncərələrin qıraqları, yan tərəfləri ağla ilə işlənilib. Şəxsi özünə tikilmiş 5 sotun içində yerləşən torpaq sahəsidir. Mənim çox xoşuma gəldi, çox keyfiyyətlə tikilmiş bir evə oxşuyur hörmətli izləyicilərimiz. Siz də bu ev haqqında nə rəyləriniz var, buyurun şərh bölməsinə yazın. Burada belə bir vişnə ağacı var, görürsünüz, məhsul da götürüb. Maşallah olsun, qardaş qəşəng baxıb ağaca. Baxın, ətraf tam yaşayışdır, qapısından marşrut keçir, hörmətli izləyicilərimiz. Bura evimizin həyəti yerləşir. Burada bu pişik də həyətimizin pişiyidir. Bax, burada bir dənə gözəl bir setkası var. Bax, bir dənə burada gözəl bir setkası var, hörmətli izləyicilərimiz. Burada, bax, bir dənə də dəfnə yarpağı var. Ev sahibi dedi, qeyd edeyim. Buradan gözəl bağçıya buradan mənzərə açılır, hörmətli izləyicilərimiz. Setkası nəyə desəz deyə. Siz özünüz şərhlərdə buyurun yazın. Bir qonaqlıq oturub burada çay, samovar çayı dəmləmək olar, bir qonaqlıq eləmək olar. Manqalı qoyursunuz, əla. Burada da çöldə bir dənə bax belə bir gözəl mətbəxi var. Görürsünüz, çöl mətbəxidir. 5 sot torpağın içində qiymətlə deyirəm. 80.000 manata deyilir, hörmətli izləyicilərimiz. Burada metlaq vurulur. 80.000 manata 110 kvadrat şəxsi özünə tikilmiş həyət evimizdir. Qiymətdə razılaşma da olacaq real alıcı ilə. Burada əl üz yanına kimi var. Baxa bilərik, hörmətli izləyicilərimiz. Evin bağça hissəsi mənim çox xoşuma gəldi, ayrı bunlar. Yəni sol tərəfə bağça düşür. Evimizin belə bir görünüşü var, hörmətli izləyicilərimiz. Ümumilikdə baxın. Bax, qapını mən özüm açmışam ki, 3, 2, 5 daşın üstündədir. Buradan balaca qapısı, darvazası, həyəti qoy geniş göstərin, hörmətli izləyicilərimiz. Baxasınız, gözəl, geniş, tametlənmiş həyəti var. 5 daşda kürsüsü var. Hələ bu bitmədi. Hələ çöldə sanuzeri də var. Bax, hörmətli izləyicilərimiz, ağlay daşdır. Termo, yəni plasmas deyil. Yəni şəxsi tikili evlərin üstünlük cəhətlərindən biri də odur. Suyu, qazı, işığı. Sənəd də ki, hörmətli izləyicilərimiz, torpağın sənədidir, torpağın kupçasıdır. İnşallah. Allah alanın da satanı da xeyrin versin. Yeni qeyd edilən 5 daş kürsünün üstündə yerləşir. Keçək buradan. Kombisi yerləşir burada. Belə kombisi işlək vəziyyətdədir. Görürsünüz, yaşayış olan evdir. Sanuzerlərdə ayrı-ayrıdır. Şəxsi tikili evlərin özəlliklərindən biridir. Bax, burada belə bir vannası da var. Belə bax, bir vannası da var. Görürsünüz, hər bir şey qaydasında. Bir dənə də burada ayrı yolsu var. Kafeli, meşlağı, təmiri super səviyyədədir, hörmətli izləyicilərimiz. Hörmətli izləyicilərimiz, bax, koridora da sesiya radiator var. Yəni, evimiz ideal bir səviyyədədir. Sağda bir dənə burada uşaq yataq otağı var, hörmətli izləyicilərimiz. Ölçülər çox ideal səviyyədədir. Gördüyünüz kimi mebellər, zat hər bir şey yerləşib. 2 dənə kravat, şifoner. Burada sesiya radiatorlardır. İnternetinə kimi modemi. Bax, burada modemi də var. Hər bir şey qaydasında. Çox gözəl. Şəxsi tikili evdir. 5 sot torpağın içində. 80.000 manata təklif olunur. Real alıcı ilə qiymətdə razılaşma da var. Özünüz yəni qiymət verin. Bugünkü bu bazarda izləyicilərimiz. Burada da böyük bir dənə yataq otağı yerləşir. Kvadrat ölçüləri 16 kvadrata yaxındır. Görürsünüz, aboylar vurulub, tam səliqəli, səhmanlı, hər bir şey qaydasında. Baxın, hər bir şey qaydasındadır, hörmətli izləyicilərimiz. Qapılar, taxta qapılardır, bahalı qapılardır. Bilən bilir, keyfiyyətinə söz olmaz. Bir dənə burada zal var. Zala baxa bilərik, geniş bir zaldır. Evimizin kvadratı ümumilikdə 110 kvadratdır, hörmətli izləyicilərimiz. Geniş bir dənə evdir. Torpağın sənədi, torpağın kupçası var. Yəni alqı-satqı elətdirmək olur. İnşallah Allah alana da, satana da xeyir versin. Kim alacaqsa evin xeyrini görsün, hörmətli izləyicilərimiz. Baxın, sesiya radiatorlardır. Qoşaq kubiklə tikilmiş evdir, hörmətli izləyicilərimiz.
İndi keçəcəm və görürsünüz zalı genişdir. Mənim çox xoşuma gəldi. Onun 11-ə evdir. Yəni 5 sot torpağın içində yerləşir. Keçək indi inşallah mətbəxlə də tanış olaq. Hörmətli izləyicilərimiz, maşallah. Burada da bir dənə gözəl bir mətbəxi var. Pişiklərimiz də buradadır. Baxın, bax gözəl bir dənə var burada. Mətbəxi var, hamısı qaydasında. Real alıcılarla inşallah qiymətdə cüzi indirim olunacaq. 5 sot torpağın içində 80.000 manata təklif olunur. Buyurun, real alıcılarımız zəng edin.